Salamlar, vaxtınız xeyir olsun. 23 noyabr tarixində keçirdiyimiz sınaq imtahanının izahına baxırıq. 21-ci sualına başlayaq. Akseslə bağlı doğru fikirlərin sayını tapacağıq. A variantında deyir ki, Oley sahib bir yaddaşın başqa sayəsində saxlanır. Bu səhv fikirdir. Yaddaşın başqa yerində saxlanan long textdir. Yəni uzun mətnlərdir. Çünki bunların həcmi çoxdur. 65536 simvoldur. Bəzən bunun əvəzinə memo sözündə görə bilərsiniz. Eyni termin ifadə edir. Yəni bu səhv fikirdir. Olaya aid bir fikir deyil. B variantında long text saat tipində maksimum 255, xeyli incə dedim ki 65536 ola bilər. Bu short textdə olur. Short textdə 255-dən olur. Bu da səhvdir, bu da səhvdir. Primer 2 cədvəllərə bir qiymətli verilənlər daxil edilir. Primer 2 bir açardır. Açar da nədir? Bir neçə atributun birləşməsidir. Atribut da sütunun başlığıdır. Yəni bu nəyisə daxil eləmək kapasitəsində deyil. Bunlar sadəcə təyin edə bilər. Hansı sütun, belə deyək, hansı başlıq, hansı atribut nəyi ifadə edir, onu təyin edə bilər. Aksis iki ölçülü cədvələ uyğun gəlir, yəni relyasiyaya. Relyasiya modelinə iki ölçülü cədvəl də deyirlər, doğrudur. Şriftin maksimal miqyası 127 ola bilər. Bəli, 0-127 aralığında olur. Zoomun maksimal miqyası 10 və 1000 arasında olur. Deməli cavab D və Y 2 dənə fikir doğru olur. Yəni cavab B variantı. Shift F5 düyməsinin Word proqramında funksiyası soruşur. Baxın, Word-də bunun işi sonuncu redaktör olmuş yerə getməkdir. Əgər söhbət PowerPoint proqramından getsəydi, cari slayddan, current slayddan nümayişə başlamaq olacaqdı. Bunu yadınızda saxlayın. Deməli, Word dilinə görə ən sonuncu redaktör olmuş yerə gedir. Verilmiş alqoritm fraqmentindən əsasən nəticənin alınması üçün hansı şərt düzgün qəbul edilməlidir? Baxın, əvvəla burada parça varsa, bir mənalı şəkildə böyükdür bərabər, yaxud da ki, kiçikdir bərabər. Bunlardan biri olmalıdır. Mən də baxıram ki, B gedər, C gedər, D gedər. İki dənə variant arasında fikirləşirəm. Və parçada, məsələn, birinci qiymət A-nı 2 təyin etsək, B-ni də 5 təyin etsək. Buraya yazırıq ki, məsələn, A böyükdür, bərabərdirmi B? Belə bir işarə şərt qoyaq. Yoxlayaq, məsələn, 2 5-dən böyük bərabərdirmi? Yox. Hər dəfə 2-nin üstə 1 gələrik 3. 3 böyükdür bərabərdirmi? Yox. 3-ün üstə 1 gələrik 4. 4-ü yerinə qoysaq, yox. 5 gələrik. 5 böyükdür bərabərdirmi? Hə deyərik. Bax, görsənmi? Deməli, birinci tərəfdə olan, bax, bura bundan böyükdür şərt olmalıdır ki, hə deyib keçək. Ona görə cavab olacaq A variantı burada. B variant, Y variantı yox. İşarə tərsinə qoyulanmaz bu şərt daxilində. Çünki onda heç alqoritm çap olunmaz. Gəldik audio həcminin hesablanmasına bağlı olan bir suala. Baxın, audio həcmdə necə hesablanırdı? Saniyə, vurulmuş bitə, vurulmuş hersə, vurulmuş kanal sayına, vurulmuş diskretləşməyə. Belə bir, belə deyək, düsturumuz var. Və istisna yox, kənarda bir yerdə deyirəm. Deməli, hertzdən kilohertzdən hertzə keçmək üçün 1000-ə vurmaq lazımdır ki, bərabər olsun hertzə. Kilohertz vurulsun 1000 bərabərdir hertz. Və bir dənə bir şey deyim. Audio həcmində yüksək keyfiyyətli dediyinə görə 16 bit 44 kilohertzdir. Bax, bu dediklərimi indi sual üzərinə tətbiq edirəm. 64 saniyə 2 üstü 6. Diskretləşmədə nə demişdik? Ədəd 2 üstü qüvvə şəklində göstərilir və üstünü yazarıq. Yəni, vurarıq 5-ə. Vurulmuş stereo dediyinə görə vuraram 2-yə. Vuraram 16-ya, yəni 2 üstündə 4-ə. Vuraram 44-ə. Vuraram 1000-ə. Niyə 1000-ə vururam? Çünki kilohertzləndir. Kilohertzdən də hertzə keçmək üçün vurmaq lazımdır. Bax, bunların hamısını bölərəm 2 üstü 13-ə. Nəyə görə? Çünki bitləndir. Kilobaytla ifadə edilməsi üçün 2 üstü 13-ə böləcəm. Deməli, 2 üstündə 10, 2 üstü 11 edir. İxtisar getsə bunların hamısı 2 üstü 13-dən qalar 2 üstü 12. Daha doğrusu 2 üstü 2. 2 üstü 2 ilə də 44-ü ixtisar aparsaq qalar 11. Yəni 4 ilə 44-ü ixtisar aparanda qalır 11. 11-i 1000-ə vursam eləyər 11.000. 11.000. Burada da bir dənə 5-im qalıb. Vuraram 5-ə, eləyər 55.000. Cavab C variantı. Gəldi 25-ci sual. Say sistemlərinə aid olan bu sualda birinci görəcəyimiz 4-ü 2 üstü qüvvə şəklində verməkdir. Qüvvəti qüvvətə vurası olsam, eləcək 2 üstündə 16.384. İndi bu onluq say sistemindədir. 16-ya gəlmək üçün belə bir yolumuz var. 16-ya bölə-bölə getməliyik. Bu təbii ki, böyük bir müddət alacaq bizdən. Ona görə ən yaxşı bir alternativ bir yolumuz da var. Nədir o alternativ yol? İkiliyə gəlib ikilikdən getmək. Onluqdan qabaqca gəlin müraciət eləyək ikiliyə. Sonra oradan
Gələrik 6-lıq, 16-lığa. Bir dənə baxım görüm bunun nəsə problem var. Hə, düzəldi. 10-luqdan 2-liyə getmək üçün demişdik ki, bir dənə əsasın sayı qədər 1 olmalıdır. Üstün sayı qədər 0 olmalıdır. Yəni 16384 ədəddə 0 var. İndi baxın, bu hal-hazırda ikilikdə ifadə olunmuş versiyasıdır. 16-ya keçmək üçün də ikilikdən demişdik 4 bölərik və 8 4 2 1 yazarıq. Sıfırları da atarıq. 16384 dənə sıfırın varsa, 16384-ü bölərəm 4-ə düşər 4096 ədəd sıfır bloku. Sıfırın sayı 16384-dür. 4096 ədəd 4 böləndə deməli sıfırın bloku olacaq. Və bu 4096 hamısı silinib gedəcək. Çünki 8 4 2 1-in aşağısı 0 olur. Və nəhayət burada qalır bir dənə 1. Bu 1-in də üstünü 8, 4, 2, 1 şəklində yazanda 1 düşür. Deməli, ədəd başlayır nə ilə? 1 ilə başlayır. Sıfırların yəni hamısı silindi, getdi. Kontent texniki təminatına aid doğru fikirlər tapaq. Analog rəqəmsal hibrid kontent təyinatına görə növlərdir. Xeyr, təyinatına görə e, problem yönlü, ixtisaslaşmış bu kimi kompüterlər olur. Amma analog rəqəmsal hibrid işləmə prinsipinə görədir. Mainframe-lər, yəni böyük kompüterlər aiddir ölçüsünə görə, qabartı ölçüsünə görə doğrudur. PCI səs kartını ana plataya qoşulan slotdur. Doğru bir fikirdir. SSD-nin növüdür, səhvdir. HDD-nin növüdür. Modemin sürətini ölçmək üçün botdan istifadə olunur. Bəli, doğrudur. Baxın, var BPS, bunu şəbəkə dərsindən keçirik. Var bot. BPS Wi-Fi-nin qabiliyyətini ölçür. Yəni nə qədər element ötürə bilər. Bot isə sürətini ölçür ki, hansı sürətlə ötürə bilər. Deməli, burada doğru cavab olur 2, 3, 5. Yəni B variantında verilən fikirlər. Interface file sisteminə aid yanlış fikirlərin bizdən istəyir. Hansının yanlış olduğunu istəyir. Bir dənə onu tapaq. Bunu özünüz sayın. Aha. Faillər MFT cədvəlində saxlanılır. Bəli, bu tamamilə doğru bir fikirdir. MFT cədvəlində saxlanılır. Diskdə hər klaster 4 kilobayt yer tutur. Bəli, hər klasterimiz 4 kilobaytdır. Hər bir istifadəçi ayrıca Raspberry bin verilir. Doğrudur. Bizdən yanlış istəyir. Nasaz klasterlər təkrar istifadə edilmir. Doğru fikirdir. Sektorların ölçüsü 512 bit yazıb, səhv yazıb 512 bayt olar. Cavab olur Y variantı. Alqoritm kompüterdə icrasının ardıcıllığı. Birinci növbədə təbii ki, məsələ qoyulmalıdır. 2. Məsələn, analiz edilməlidir. 5. Həll alqoritmi yaradılmalıdır. 3. Sonra alqoritm proqram dilində təsvir edilməlidir. Sonra nəhayət testləşdirmə olmalıdır və nəhayət də nəticələr analiz edib təhlil verilməlidir. 2, 5, 3, 6, 1, 4 cavab C variantı olmuş olur. Bir dənə yoldaşlar üzrü sayın telefona cavab verim. Aha, davam edək. Deməli, Word-a aid belə bir sual var. Sənədin ilk variantı 3 abzasdan ibarətdir. Birinci abzas, ikinci abzas, üçüncü abzas. Lap yaxşı. Ardıcıllıqla yerinə yetirmək lazımdır. Birinci abzas seçilmiş və Ctrl-C kopya əmri icra olunmuşdur. Lap yaxşı. Sonra kursor ikinci abzasın sonuna gətirilir və ardıcıl olaraq kontrol aşağı ox vurulur. Yəni kursor keçir aşağıki abzasa, buraya. Və sonra Ctrl-V vurulur. Ctrl-V də bilirsiniz ki, yapışdırma işini həyata keçirir. Maliyyə felində olan elementimiz hansıdır? Bu QW olandır. Deməli, bunu yapışdıracaq hara? Buraya. Sonuncu abzas seçilir. Üçüncü ardıcıllıq. Ctrl-X vurulur. Sonuncu abzas budur. Ctrl-X vurduqsa bunu sildik. Yəni kəsdik. Və eyni zamanda mübaliğə felinə göndərdik. Artıq QW mübaliğə felində deyil, TY-dir. Ctrl-X vurulur. Kursor birinci abzasın sonuna gətirilir. Buraya gətirdik. Və ardıcıl olaraq kontrol yuxarı ox vurulur. Yəni abzas çıxır yuxarıya. Və kontrol V vurulur. Kontrol V vuranda artıq bu dəfə QW-ni yox, TY yapışdıracaq. Çünki ən sonuncu mübaliğə felinə bu göndərilibdir. Bax, bunların icrasından sonra qaldı TY, QW, R, sonra dedik ki QW. Bu cavab harda var? Deməli, TY, QR, Q. B variantı. Bu son doğru cavabı olur. B variantı. Sonra keçirik 31-ci suala. 31-ci sualda deyir ki, BMP və PNG genişləmələri hansı proqrama aid? Və yaxud da ki, ortaq fikir bu Paint proqramının genişləmələridir bunların hər ikisi.
Növbəti sualına davam edək. Leksiyada xana daxilindəki məlumatı iki sətirdə bölmək üçün. Baxın, sətirlər alt-alta olur da. Deyir ki, iki sətrə bölmək üçün sətirlərin alt-alta olduğu məntiqindən çıxış eləyərək, onda deyirik alt sözünü yadımızda saxlamışdıq. Alt. Və altından yazmaq onda olur alt və enter. Sonra 33-cü suala baxsaq, 33-cü sualda deyir ki, 32 səhifəlik bir sənəd var və aşağıdakı parametrlərlə çapa verilibdir. Çap parametrləri isə belədir. 1-dən 10-a qədər səhifə çap olunsun, 14-cü səhifə çap olunsun, 25-dən 34-ə qədər olan səhifələr çap olunsun. Baxın, ondan birini çıxaram, 9, üstə birini gəlirəm, 10. 14 bir dənə səhifə nömrəsidir. İndi burada alıcı bir məqam var. 32 səhifə deyil, burada da 34-ü veribdir. Yəni biz 34-ü hardan alaq? 32 səhifədir, ona görə 32-də dayanırıq. 32-dən 25-ini çıxırıq. Eləyir. Deməli, 7 üstə birini gəlirik 8. Deməli, ümumi səhifə sayımız nə qədərdir? 19. One site deyilənə görə bölürəm 1-ə. Yəni 19. 4 page deyir aşağıda. Bir dənə baxaq. 4 page deyir. 19-u da bölsəm 4-ə. 4 tam ondan nə qədərsə düşəcək. Mən bunu 5 götürəcəm. Kopya sayına da baxıram. Kopya sayı da 3-dür. Vuraram 3-ə. Bərabər eləyər 15. Yəni cavab B variantı. Davam edək növbəti sualına. Növbəti sualımız isə belədir. PowerPoint 2019 proqramında slaydı video formatda yadda saxlamaq üçün. Baxın, yadda saxlamaq iki yerdən olur. Biri fayl tabından olur. Bir də PowerPoint proqramında rekorddan olur. Biz fayl tabından faylın adını dəyişərək yadda saxlaya bilərik. Amma faylı video formatda yadda saxlamaq, faylı nümayiş formasında yadda saxlamaq, bu 34-cü sualda 35 düşüb səhvim bura. Nümayiş formasında, video formasında yadda saxlamaq rekord tabından həyata keçirilir. Baxın, bizim də cavabımız olacaq rekord tabı və save əmri olacaq. Göstərilən fraqment hansı proqram görünüş rejimidir? Category, large və small control panel proqramının görünüş rejimlərinə aiddir. Və dəfələrlə demişdim ki, bunu qarışdırmayın. Desktopdakından. Desktopda da medium, large və smalldur. Burada isə kateqoriyadır. 36. Verilənlər bazası verilibdir və bizə parametrlər verilib. Belə bir parametrlər. Biz indi tapacağıq görə şərt nədir? Boyu 165-dən kiçik və bərabər olanlar. Baxaq. Boy sütununa 165-dən kiçiklər. Baxım, görüm 165-dən bərabər sözün dediyinə görə 3-ü götürək. 165-dən kiçik dediyinə görə 4-ü götürək. 165-dən kiçik dediyinə görə bir də 10-u götürək. Əgər hər hansı bir səhvə yol vermədiksə, bunlardır parametrlər. 3, 4, bəli, elə 3, 4 və 10 nömrəli sətirlər. Çəkisi isə 75-dən böyük olsun. Çəki sütunu isə buradır. 75-dən böyük dediyinə görə 1, 75-dən böyük dediyinə görə 6, 75-dən böyük dediyinə görə 7, 8, 9, 7, 8, 9. Bunların arasında nə yazılıb? OR. Yəni OR birləşdirir. Ona görə hamısını birləşdirsək 1, 3, 4, 6, 7, 8, 9, 10 olacaq. Bunu vergüllə ayıraq. Sonra bunları təzədən kəsişdirəcəyik. And. Baxın, not neynir demişdim. İşarəni tərsinə çevirir və bu qabanda not var. Görürsünüz? İşarəni tərsinə çevirməklə yanaşı bərabər işarəsi yox, sonra bir bərabər də yazılır. Yəni yaş üstündə də 45-dən kiçikləri tapacağıq və bərabərləri tapacağıq əgər varsa. 45-dən kiçik 1, 45-dən kiçik 5, 45-dən kiçik 6, 45-dən kiçik 8, 9, 8 və 9. İndi bunların ortasında ənd var. Ənd də kəsişənlər. Baxın, kəsişənlər. Kəsişənlər 1, kəsişənlər 6-lar. 6, 8-lər və 9-lar. 1, 6, 8, 9. Harada var belə bir variant? D variantında var. Deməli, bu son cavab olur. D variantı. Keçid eləyirik 37-ci suala. Columns dialoq pəncərəsinin açılmasını təmin edən düymə və əmrlər hansısa var? Baxın, burada cavab layotdur. Ümumiyyətlə, sənədi sütunlara bölmək üçün layotdan istifadə edirik. Gedib Word proqramına nəzər yetirsək, baxın, burada layot tabı var. Layot tabında da columns əmri var. Gördüyünüz kimi. Bu columns əmri vasitəsilə biz gördüyünüz kimi biz sənədi 2 hissəyə bölmüşük sütunlara. Və daha çox sütunlara bölə bilərsiniz. Mən indi hal-hazırda bu cavabı sənəd göstərəm sizə. 2 hissəyə bölmüşük bunu. Sonra uyğun olmayan eləyin. Mikroprosessor, əməliyyatdaş, sərt disk. Baxaq sualımıza.
Variantlar da aşağıda verilibdir. Baxın, mikroprosessor nə iş görə bilər? Mikroprosessorun ən belə deyək, dəqiq cavabı Y variantındadır. Ədədlər üzərində hesab, məntiq əməliyyatlarını icra edir. Bəli, mikroprosessor Y variantını buraya yazacağıq. İnformasiyanın uzun müddətli saxlanmasına istifadə olunur. Bu sərt diska aid edə bilərik. Emal olunan verilənləri, proqramları müvəqqəti saxlamaq, emal prosesinin davam olması üçün istifadə olunur. Müvəqqəti saxlamaq əməliyyatda şahid ola bilər. 1-ə Y yazmışıq, bunun üzərində heç C yoxşur. Ən mürəkkəb, ümumiyyətlə, sadə məsələlər mikroprosessorun işidir. Mürəkkəb məsələlər sol prosessorun işidir, sol prosessor. Ona görə bu heç birinə aid olmayacaq. Yəni, variantlardan C olan yerləri eləsək, 1-ə də Y-ni götürsək, elə 2-yə də B-ni götürsək, 3-ə də A-nı götürmüşük və cavab çıxır A variantı. Vaxtımızı itirməyək, 39-cu suala baxaq. Bir VBIS sualıdır. ID kodu əsasən tapacağıq. Beta şirkətinin anbar xərclərini manatla hesablamamızı bizdən istəyir. Baxın, Beta 239 nömrəli şirkətdir. Və bu 239 nömrəli şirkətin aldığı məhsullar hansılardır? Kitabdır və jurnaldır. Və mən baxıram, kitabın aidisi nə qədərdir? 18. Yəni 18 nömrəli kitabın bir dənəsinin qiyməti 12 manat 50 qəpikdir. Deməli, kitabdan da alınıbdır 8 ədəd. Deməli, 12,5-i vuracam 8-ə ki, görüm bu şirkət kitaba nə qədər vəsait xərcləyib. Deməli, 8 dəfə 5-imiz 44 yadda, 8 dəfə 2-miz 16, 4 də yadda 22 yadda, 8 dəfə 1 8, 2 də yadda, deməli, olur 10. 100 manat buna xərcləyiblər. Bildik. Sonrakı jurnaldır. Jurnalın adisi 28-dir. 28 nömrəli malın da bir dənəsi 0,75 AZN-dir. Yəni 75 qəpik. Bundan da 12 dənə sifariş veriblər, alıblar. Mən 0,75-i də vursaq 12-yə eləyəcək 9 manat. 100 manat bu kitaba görə verir, 9 manat da buna görə verir. Ümumisi cəmi nə qədər edir? 109 manat. Və 109 manat bu şirkət ambara pul verir. Kompüterin xarici yaddaşın informasiyanın faillər şəklində saxlanılması adlanır. Təbii ki, fail sistemi. 6 sətr və 4 sütundan ibarət cədvəl verilmişdir. Dediyimiz cədvəl çəkək. 6 sətr, 4 sütun. 1 sütun, 2 sütun, 3 sütun, 1, 2, 3, 4 dənə sütun. 6 dənə sətr. 1, 2, 3, 4, 5 və 6 dənə sətr. Çəkdik. Birinci sətrin bütün xanaları seçildikdən sonra merge vurulubdur. Birinci sətrin bütün xanaları seçildi, merge vuruldu. Merge bilirsiniz ki, neyinir? Həmin hissəni birinci sətrin birləşdirir, edir bir dənə. Yəni burada olur ümumisi bir dənə xana. Sonra merge əmri icra olunmuş. Sonra isə üçüncü sətr seçilmiş. Yəni bax bura. Bu əmr tətbiq olunmuş. Bu əmrdə demişdik. Hansı sətrə sütuna tətbiq olunubsa o qədər. Orada yazılan rəqəmlər bir-birinə olan hasilə qədər. Burada xana var. 8 dənə burada xana var. Nə qədər xana olar deyir. Biri burada, 8 burada. Nağdısına 9 dənə var. 1, 2, 3, 4 dənəsi burada var. Biri, ikisi, üçü, 4 dənəsi də burada var. Biri, ikisi, üçü, 4 dənəsi də burada. 4 dənəsi də aşağıdakında. Yəni 1, 2, 3, 4, 16 dənə. 9 dənə də orada. Cəmsi edir 25 dənə. Sonra aha, gəldik cədvəl say sistemi sualına. Cədvəl say sistemi sualında bizdən nə istəyir? Deyir ki, W simvolunun kiçik say sistemindəki kodunu tapın. Baxın, W say sistemi, daha doğrusu cədvəl say sistemində W-nu kiçik hərfi veribdirsə, biz demişdik, əgər kiçik hərfi veribdirsə, böyük hərfi tapmaq üçün nə etməliyik? Böyük hərf veribsə, kiçik hərfi tapmaq üçün nə etməliyik? Və biz sadəcə burada 16-lıq veribdir, indi kiçik istəyir. Heç o yolları bilməyə ehtiyac yoxdur, amma sadəcə bilmək üçün, əgər kiçik veribdirsə, kiçikdən 32-sini çıxarsınız, böyüyü taparsınız. Böyüyü veribdirsə, üstə 32-sini gələrsiniz, kiçiyi taparsınız. Bu, belə deyək, hərflərin tapılmasından. Burada sadəcə məndən kiçik W-nun 16 kodunu veribdir konkret olaraq 77, 16-lıqda. Bunun ikilikdə ifadəsini istəyir. 16-dan da 2-yə keçəndə bir dənə 8-4-2-1 qaydamız var. Kənara 8-4-2-1 yazarıq. 7-yi taparıq. 7, 4, 2, 1-in cəmidir. 8-ə də 0 yazarıq. Yenə 7, 4, 2, 1-in cəmidir. 8-ə də 0 yazarıq. Əvvəldəki sıfırın da yazılmasına heç bir əhəmiyyət olmadığından 1, 1, 1,
0, 1, 1, 1 şəklində yazarıq və keçiddə ifadə edərik. Bizim cavabımız olar bu şəkildə. 16-lıqdan 2-yə keçdikdə. Sonra səhifələməklə bağlı bir məqamdır. Baxın, səhifələməklə bağlı məqamlar çox rahatdır əslində. Bax, 24-cü səhifənin hal-hazırda nömrəsi neçədir? 38. Sənədin ümumi səhifə sayı 39-dur. Cari səhifə nömrəsi, səhifə sayı 24-dür, yəni vərəq sayı. Və bu vərəqin də nömrəsi 38-dir. Yəni 24-ünkü 38-dirsə, 23-ünkü olacaq 37, 22-ninki olacaq 36, 21 olacaq 35, 20 olacaq 34, 19 olacaq deməli 33 və nəhayət 18 olacaq 32. Deməli 18-ci səhifənin nömrəsi olacaq 32. Burada yazırıq 32. 44-də nədənsə çox adam 2-ni görüb gedib yazıb 2 və deyir Win-dən başlayır. Sən Win-i basılı vəziyyətdə saxlamısansa, Win-in özünü necə saya bilərsən? Bax, indi mən hal-hazırda klaviaturadan Win2-ni vururam. Bax, Win buradır. Win2-ni vururam, görün hansı proqram açılacaq. Bir dənə proqramları nəzərə yetirin. Elə eyni ardıcıllıqlandır. Pəncərəni qoy bir dənə kiçildək. Aşağıdan isə proqram aç. Bax, Windows-dur, Excel-dir, bir də File Explorer-dir. Mən indi Win2 vururam. Nə açılır? Bax, Win2. Win2-ni vuranda File Explorer gəlir. Deməli, Win-in özünü saymayacağıq. Özündən sonraki 2 dənəsi nə olur? Explorer. Explorer-in də nömrəsi neçədir? 3. Deməli, cavab olur 3 dənə. 45. Uyğunlaşdırmadır. Formalar. Formalar məlumatlar daxil edir. Birə yazacağıq ki, reportlar çap etməkdir. Çap etmək sözünü axtarsaq, ada, hə, var. Elə adadır. 2-yə yazarıq A. 3-ə yazarıq sorğular. Sorğular da axtarış sözünü axtaracağıq. Və yaxud da ki, seçmək. Burada yazacağıq D. Bu A variantına aid olan izah idi. Bəzi testlərimiz var ki, fərqli idi, variantlar fərqli idi. Onlara da indi bəzilərinə baxaq. Məsələn, burada indi dediklərimi yox, demədiklərim var. İndi onları deyim sizlər üçün. Bunları demişik. 28-ci sualı mən O variantında demədim deyəsən. Bir dənə qoy baxım. Hansınsa keçmişəm. Hə, 29-u deməmişəm. Baxın, orfoqrafiyanın yoxlanılması bütün proqramlarda review'dan həyata keçirilir. Makroslar isə bütün proqramlarda view'da olur. Review və view harda var? B variantında var. Deməli, bunları demişəm. Yeni sual, yeni sual. Bunlarda yeni sual hələ ki rastıma çıxmayıb. Bəli, 38-ci sual B variantında yeni sualdır. Ona baxaq. Silsilə sualıdır. Silsilədə nə deyir? Columns üzrə, yəni sütun üzrə seçim aparılıbdır. Və burada deyir ki, liner toplaya-toplaya 10-10 topla. 3-ün üstə 10 gəlsək 13, üstə 10 gəlsək 23. A3 xanasının qiymətini istəyir. Elə A3-ə nə yazdıq? 23 yazdıq. Çox primitiv bir sual idi. Kaspersky və SanDisk'in ortaq cəhətini soruşur. Bunların hər ikisi servis proqramlarıdır. Belə deməli, servis proqramı, sistem proqram təminatının servisinə aiddir. Götürdük. Shift delete nə iş görür? Zibil qabına düşmədən silir. Harda var? Səbətə göndərərək yox. Faili seçilmiş obyekti bir dəfə silir. D variantı. 40-da cavab olur. D variantı. 41 eynidir digər variantlarla. 42, 43, 44. 45 isə fərqlidir. Uyğunlaşdırmadır. Baxın, 45-də Home tabına aid Find var. 1-ə yazırıq D. Layout tabına aid var. Line Numbers var. Insert Link tabına aid də B və C var. Bir də layout-a aid Hyphenation var. 2-ə də yeni yazdıq, getdi. 1-ə D, 2-ə A-yı, 3-ə B-ci. C variantında fərqlilik nədədir? Bir dənə C variantında fərqli suallarına baxaq. Baxın, burada hələ ki fərqli sual yoxdur. Bunlar dedim, bayaqçılarda. Kaspersky bunu demişik. Windows əməliyyat sistemi. Aha. Baxın, 36 fərqlidir. C variantında 36-cı sualda bu aşağı açılan nəyi göstərir? Baxın, bu onu göstərir ki, cari qovluğun alt qovluqlarını, yəni daxilində qovluqlar var. A variantı onu göstərir. Unicode kodlaşdırması olan mətin
Kollaşmada 4.4 megabayt mətn 3.9 megabayt tutma mait disklərə köçürülür. Birinci diskin tam dolduğunu nəzərə alaraq ikinci diskin köçürülmüş simvolların sayını tapın. Yəni bax, 4.4-dən 4.4 megabaytdan 3.9-un düş çıxsaq, qalar 0.5 megabayt. 0.5 megabayt ikinci diskə köçürüləndi. Simvollarda demişdik, hansı ölçü fayda olur həmişə? Baytla olur. Deməli 0.5 megabaytdan neçə baytın olduğunu tapırıq. 1 megabaytda var ki, üstündə 20 qədər bayt var. Amma 2-də 1-ində, yəni 0.5-ində nə qədər olduğunu bilmirik. Ona görə x deyirik. Oradan da x bərabər 2 üstündə 20 vurulmuş 2-də 1. 2-də 1-in də üstündə 1 var burada bilirik. Bunlar xəsar edilir 2 üstü 19. Yəni cavab olur C variantı. İkili sayı sisteminin ədədinin 16 sayı sistemi çevirməsindən əsasında alınan ədəd hansıdır? İkilikdən 16-ya keçən zaman demişdik ki, 4 bölmək lazımdır. 1, 2, 3, 4. 4 bölüb, üstə 8, 4, 2, 1 yazmaq lazım. 8, 4, 2, 1. Bunlar getdi. 4 ilə 1-in cəmi edir 5. Burada da bu sıfırlar gedir, qalır 8. 5 ilə 8-in cəmi nə verir? 58 verir. Kompüterin iş etibarlılığı nədir? Kompüterin iş etibarlılığı müəyyən şərtlər daxilində, müəyyən vaxt ərzində öz xassələrini saxlamaq qabiliyyətinə iş etibarlılıq deyirlər. Bu nəzəriyyə aid olan bir sualdır. 40-cı sual fərqli bir sualdır. 40-cı sualda nə deyir? Aid fraqment hansı net qrupuna aiddir? Windows qrupasında olur bunlar, bəli. Yeni pəncərə yaratmaq ilə buradan da tapmaq olar. 41 eynidir, 42 eynidir, 43, 44 eynidir, 45. Sistem proqram təminatı tətbiqi instrumental. Baxın, Outlook tətbiqidir. 2 yazaq A. C++ instrumentaldır. Backup utilitdir. Yazaq bura. Deməli, 45-ci sualda D variantını da tətbiqi yazacağıq. Visual Studio video informasiyanın falan hazırlanması üçündür. Ubuntu da əməliyyat sistemidir. Bunu da yazacağıq bura. 1SY, 2B, deməli 1SY, 2AD, 3B olacaq. Burada da belə. Deməli, bu da sınavımızın izahı. Sağ olun, sağlıqla qalın.